Hər vaxtınız xeyir olsun gənclər. Söhbət puldan gedən videolarımıza qaldığımız yerdən davam edirik. Bildiyimiz kimi kanalımda 500-dən çox video var və bu videoların hər biri internetdən pul qazanmaqla bağlıdır. Bunların arasında oyun oynayıb, anket doldurub, reklam izləyib və yaxud internetdə onlayn işlər görərək, həmçinin mining ilə pul qazanmaq üsulları mövcuddur və başqa üsullar da var. Bugün göstərəcəyim sayt da bu üsullardan biridir, amma bu sayt yatırımlıdır. İndi baxdığınız, izləyəcəyiniz sayt yatırımlı bir saytdır. Amma belə bir üstünlüyü var ki, bu qazandığınız pulları sizin bank kartınıza ödəyir. Yəni birbaşa buradan pul qazanıb kartınıza çıxarış edə bilərsiniz. Digər saytlarda əsasən kriptovalyuta coinləri kimi pul verirdilər. Baxın, saytımız budur. Pandora belə bir adı var. Linkini verəcəm videonun altında. Həmin linkdən birbaşa bura qoşula bilərsiniz. Giriş eləyəndə sizə, baxın burada da qeyd edilib, 10 manat bonus verir və gündəlik isə 1 manat bonus qazanırsınız. Yəni giriş edən kimi mükafat da verir sizə. Qeydiyyatdan daha sonra. Ana səhifəsi belədir. İndi mən buradan özümün qazandığım pulu da göstərəcəm sizə və buradan sizinlə bərabər çıxarış eləyərək qazandığım pulu. Ki sizə hər şey aydın olsun. Təbii ki, bu bir yatırım tövsiyəsi deyil. Mən bütün saytları belə paylaşıram ki, bu tip sayt var, istifadə edib pul qazana bilərsiniz. Özünüz baxın, araşdırın, daha sonra istifadə edin. Bir an elə əsas bölməni göstərim. Deməli, mənim hal-hazırda gəlirim, bugün olan gəlir 67 qəpikdir və məndə baxın bu var, VIP 1. Bunun dəyəri 50 manatdır. Gündəlik qazandırdığı pul isə 8 manatdır. Yəni ortalama belə başa düşmək olar ki, 50 manat qoysaz, gündəlik 8 manat qazansaz, haradasa 6 gün ərzində öz pulunuzu geri qazanmış olursunuz. Təbii ki, başqaları da var. Yəni daha çox pul qoysaz, daha çox qazancınız olar. 120 manatlıq paket alsaz VIP 2-ni gündəlik 21 manat qazanırsınız. Və yaxud 250 manatlıq paket alsaz, gündəlik 47 manat qazanırsınız. Bu cür belə paketlər var. Tutaq ki, bu gedir 10.000 manata qədər. 10.000 qoyandan sonra da gündəlik 2.000 manat qazanmış olursunuz. Məncə ilk olaraq VIP 1-i alıb yoxlaya bilərsiniz. Daha sonra istəyinizə uyğun artırmaq olar təbii ki o paketləri. Mən bütün məlumatları verəcəm sizə. Əsas qazanc üsulu budur. Yəni mining ilə pul qazanmış olursunuz. Buradan çox da uzatmağın mənası yoxdur. Baxın, indi mənim balansımda 147 manat pul var. Referans və digər sistemlərlə bu pul toplanıbdır burada. Pul çıxarma yerindən çıxarış eləmək olar. Gəlin birinci pul çıxardaq, sonra mən sizə yatırım eləməyi və mining paketlərini alıb istifadə eləməyi göstərərəm. Pul çıxarmaya daxil oldum. Pul alanın adını yazaq. Məsələn, Kamran. Bank məlumatları da, məsələn, burada kapital var, Yellow Paşa, yəni hamısı var. Mən Leon seçirəm və bura kartımı əlavə edirəm. Daha sonra yəni qayd eləmək, saxla deyirəm burada. İndi yenidən daxil oldum pul çıxarmaya. Pul çıxarma məbləği, baxın, burada aşağı inəksə, buradakı məlumatda göstərim. Minimum 10 manat olmalıdır pul çıxarmaq üçün. İş saatları ərzində yəni pul verirlər. Onsuz da bu bir çox saytda da belədir. Daha sonra, baxın, buranın komissiyası 20%'dir. Yəni 20% komissiya tuturlar sizin pulunuzdan. Deməli, buraya yazaq 147 pul çıxarış məbləği. Görürsən, burada tamlıq var, yoxsa yox. 20% çıxandan sonra deyir ki, 117 manat 60 qəpik pul alasınız. Aha, ərzəni təqdim etdik. Yəqin ki, bir 5 dəqiqəyə falan ödəmə eləyərlər. Baxın, balansım düşdü sıfıra. Məncə burada, belə deyək, balansınız 10 manat keçən kimi çıxarış edin. Çünki niyə? Burada, belə deyək də, bəzən insanlar toplayır ki, qoy pulum çatsın, nə bilim olsun 500 manat, sonra çıxarış edeyim. Daha sonra da problem olanda o pullarını çıxaramırlar. Ona görə balansınızda pul oldu, çıxardın, saytda saxlamayın. Baxın, burada paylaş bölməsi də var. Bizim referans linkimiz, bir dəqiqə səhv yerə işarə edim. Referans linkimiz, referans kodumuz. Bunlar nə işə yarayır? Biz referans linkimizi buradan kopyalayıb göndərsək kiməsə, məsəl üçün bir dostumuza. Dostumuz bizim linkimizdən burada qeydiyyatdan keçəndə bizim referansımız olur. Və həmin referansımız sayta yatırım eləyəndə sayt bizə bonus verir. 22%. Məsələn, dostum gəldi bura 100 manat pul vurdu. Bunun 22% eləyir 22 manat. Artıq sayt sizə 22 manat bonus verir. Məncə başa düşə bildiniz, çox da çətin bir şey yoxdur burada əslində. Bundan sonra pul çıxardıq. Gözləyirik hələ ki balansımıza gəlsin pul kartımıza. Ona kimi mən sizə burada yatırım eləməyi göstərim. Doldurmaq yerinə gələndə burada 50 seçmək olur, 120, 250 və özümüz də yaza bilirik təbii ki bura. Yəni nə qədər istəyək yaza bilirik də. 50 manatlıq məsələn yatırım eləmək istəyiriksə, seçdik. İndi yüklə deyirik. Baxın burada bizə bir bank veribdir.
Bank. Və deyir ki, bu karta yatırım elə. Karta pul göndərəndən sonra çeki də gəlib yükləyirsiniz bura. Daha sonra ödəniş etdim deyirsiniz. Artıq təsdiq olur, balansınızda pul olmuş olur. Burada da məlumatları var. Minimum deyir ki 50 manatdır. Günün 24 saatı yatırım edə bilərsiniz. Pul 10 dəqiqə ilə 30 dəqiqə arasında gəlir çatır hesabınıza. Belə yəni. Bütün məlumatlar asandır. Yenə dediyim kimi mən saytı sizə təqdim edirəm. Bura istifadə edib yatırım etmək təbii ki sizin öz xüsusi istəyinizdən asılı olan bir şeydir. Buradakı ana səhifəsi, burada çox da məlumatlar yoxdur. Deməli, yükləmək də olar bunu. Məsələn, saytdan yox, artıq proqramdan giriş edə bilərsiniz də. Belə yükləyirsiniz, telefonunuza yüklənmiş olur bu proqramı və sonra da proqramdan giriş edirsiniz. Burada müştəri xidmətləri də var. Tutaq ki, saytda bir problem baş verər. Misal üçün, şifrənizi yaddan çıxardarsınız və yaxud pul çıxarmaqla bağlı problem olar, pulunuz gəlməz falan. Bu zaman müştəri dəstəyini yaza bilərsiniz. Telegram müştəri dəstəyi. Bunlar saytın rəsmi əməkdaşı olduğu üçün sizə daha rahat köməklik göstərə bilərlər. Belə gənclər, mən videonu dayandıraram. Yəqin ki 3-4 dəqiqə falan pulumuz gələr. Mən videonu uzadıb sizin vaxtınızı almayayım. Pulumuz gələndə videonu yenidən başladıb sizə göstərərəm ki, bəs kartımıza bu qədər pul gəldi, saytın göndərdiyi pul. Bir də onu deyim, burada belə bir şey də var, heç yadımdan çıxıb onu göstərmək. Burada daxil olu var. Baxın, buradakı bölmədə. Bura vuranda sizə gündəlik 1 manat verir. Yəni çalışın hər gün girib ora vurun. Mən bu gün verəmişəm deyə indi də giriş eləmədim ora. Ora girirsiniz, bir dənə üstünə vuran kimi sizə gündəlik 1 manat pul verir. Yəni 10 manat qeydiyyat vaxtı verir, 1 manatdakı hər gün giriş bonusu kimi. Deməli gənclər, bizim pulumuz gəldi. Baxın, 117 manat 60 qəpik ödəmə aldıq. Yəni hər hansı bir problem yoxdur. Hələ ki sayt normal işləyir, ödəməsini də eləyir. Təxminən 5-10 dəqiqəyə hesabımıza pulu göndərirlər. Pul çıxarışını burada sizə göstərim nə qədər idi. Yəni tam uyğunluğa əmin olun. Baxın, burada 147 çıxarmışıq, amma balansıma 117.60 gəlib, çünki 20% komissiya var. Məncə sayt haqqında hər şey aydındır. Ətraflı nəsə sualınız olsa elə saytın öz müştəri dəstəyindən soruşa bilərsiniz suallarınızı. Onlar sizə ətraflı köməklik göstərirlər. Yəni saytdan bir bağlı bir problem olanda, nəsə bir sualınız olanda onların özünü yaza bilərsiniz. Bu qədər gənclər, izlədiyiniz üçün təşəkkürlər.